Salam əziz izləyicilər. Zəhmət olmasa kanala abunə olun, videonu bəyənin. Məclislərin birində bir insan xurmadan yeyib çaydan içirdi. Digər masada əyləşən insan həmin insanı başlayır izləməyə. Və o görür ki, həmin insan çaydan içir, xurmadan yeyir. Yenidən çay sifariş verir, yenidən çaydan içir, xurmadan yeyir. Və beləliklə bu bir neçə dəfə davam edir. Digər masada əyləşən insan həmin insana yaxınlaşır, ona belə deyir: "Bilirsən, mən bayaqdan səni izləyirəm. Sən nə qədər çay içirsən, nə qədər xurma yeyirsən. Xurma yeyib çay içən insan isə hikmət sahibi bir adam olur." O, bu ədəbdən yoxsun insana belə cavab verir: "Sən bilirsən, mənim bir atam vardı. O 99 il ömür yaşamışdı." Ədəbdən yoxsun insan soruşur istehzalı şəkildə: "Nədir?" O da çoxlu çay içib xurma yeməyi sevirdi. Hikmətli insan isə cavabında deyir: "Xeyr, o çay içib xurma yeməyi sevməzdi. Lakin mənim atam heç kəsin işinə burnunu soxmazdı."